Hayırlı gün. Мен Şama Devlet Pedagogiya Üniversitesi'nin Filologiya Fakülteti studenti Emine Bulam. Benim temam Rabit Batullah prozasının tənqidi fikirlər texnologiyası yerdəmində İran'ın Sümbükə romanı misalında. Məktəblərdə Tatar ədəbiyyatı dərslərinin bilim həm əxlaqi tərbiyə yürüdəgə rolü preyələr bitirgisiz zor. Ədəbiyyatın şəxsini formalaştırıdağı mümkünlükləri ne kadar bulsa da şuşu şıxalı yoluntunun oxuşu tarafından şirkə jibərilmə müğadim şəxsine dərbəydi. İcabda təsirli bulan şəxslər arasında şiksiz Rabit Batullah özünçəlikli uğrun alıbdır. Tatar məktəblərində bilim alışı oxuşular bilən Rabit Batullah icablıqdan tanışı başlanmış sınıflarda başlanır. Birində bağlar negizli yazışının əkiyyətləri bilən tanışalım. 6-cı sınıfda Rabit Batullah'ın Abdullah Tokay Tırmışın sürətlərinin imşi, qışıq, şağır hikayələri öyrənilir. Ədibnə Sümbükə romanının Qozan fonoluşları ədəbiyyatının İranlı qısalarında sınıftan dış oku dərisində analizlarına mümkün. Sınıftan dış oku dərisini uyuşturuda müğallinin ulaşlı texnologiyalarla müracaat etdiği də mühim rol oynayır. Hazırki oku şartlarında anti-texnologiyalarını sayılan mümkünlüğü, vacibiyet zor. Şu köpçülük arasında biz əlegi əsərinin tənqidi fikirlər texnologiyası negizində İranlıqya təqdim ederiz. Romanını anlağı üçün şuşu texnologiya en ulaşlısı bulubdur. Əlegi texnologiya öz işinə köpləgən alımlarını qılaşdır. Məsələn, ideyalar, kertini, klaster, farazlar, ağaşı, fishbone həm başqalarını kullanırma mümkün. Uylandıqca əsərini İranlıqda farazlar, ağaşı alımı kullanımı otuşdur. Bu işrafda Vatmanğa ağaç rəsmiyə sala həm şunda yox ağaç sürətlərin kuşlarına qağazga düşürülgən kilişdə tapşırılar. Ağaçdan köksəsi şişiriş sürükürvan temi problemi real situasiyadan ibarət bulurğa deyiş. Köksəgə roman qıssanın süjeti dipdə, romanda Sümbükə obrazı verilişi dipdə yazarğan bulan. Problemin sıravını oxuşular özləri də bilgili alalar. Məsələn, Sümbükənin yazmışın kimlər həm neşir xəlində, yəki Qozan xanlığın saxlaq qalı mümkünmü? Alğa taba ağaçının budaqlarına etibar edir sıralar. Bunlar tema yeki problemadan çıqqan türlü farazlar, ağaçının yaprakları farazlarının dəlilləşi argument dəlillər bulub duralar. Oxuşular əsərdən bir ölüşü bilən günə tanışqan məldə öz fikirlərin budaqları ölüsündə yazıb varalar. Əsərdə öz fikirlərinə doğru kilgən, özlərinə aşağılan fikirlərini uçurub yazıb da varalar. Şuşu üzüntələr axırda fikirlərin dəlilləşi faktlar bulub xizmət edən alalar. Rabit Batullah'ın Sümbükə romanı boyunca farazlar ağaçın düzü ışıqlara bir yoxdan jengil kibib duyulsa, ikinci yoxdan qarşılıqlı həm qatlavlı da bulurğa mümkün. Şuşu qarşılıqlarını göstərir üçün dərisinin şaxırı kitabında barlıqqa kilyə alğan kölsə həm budaqlardan yazılıb farazlarla etibar edir. Birinci variant, məsələn kölsədə, Qozan xanlığın saxlab qalı mümkünmü? Budaqlar, farazlar birincisi mümkün, çünki Nuqay qayləsində tuğanı batır bulur. Yaşdan erkinlikə, xırlıqqa öyrəngən batır qız Sümbükə, Tulaq Qozanın yaşayışı şuşu qız bilən beydir. İkincisi mümkün tügül, çünki Qozan xanlığında tanışlıq indi sezilməyir. Şəhər şımşılar, yaşarın düşmanlar bilən bulur. Hətta Tatarının öz arasında da məkirli, xiyanətçi, hakimlik üçün millətin, həm dinin satarlar, əzər kişilər işli başlayır. Əsər qısalarında mümkün, çünki əsər yazışı tarafından qıssa deyib atalar. Qıssada xiyalı, işin varlıqqa bulmadan vaqiqalar da orun alırma mümkün. İkincisi, əsər qısalarında da mümkün tügül, çünki tüb girəyini tarixli şəxsini üzərkə alğan əsərlər haqiqətə xilaflıq kitirirgə deyiş tügül. İkinci variantda Qövsəgə Sümbükənin yazmışı ne rəvişli tamamlanır digən sıra qoyular. Farazlar, əsər xalq avaz icatına yaxın tırman şanrına qarı xalq avaz icatında legender Qözşəbikə öz isimdən manara saldırda xam Yavuz İvanqa qıl bulmaz, baş iməz üçün şundan osqa tümrülar. Müğayim əligi motiv qısada da faydalanır. İkinci budaqqa tarixi faktlar rastlanğan Sümbükəni Yavuz İvan alıb gider, o anda cəbir solun qırıb qıynalıb qayaqlılar, olub gəmişgərək şoxundırılıb Aleksandr'a öğrendirilir. Müğayim qısa avtoru da şuşu finalını təsvirlər. Anlaşılğanca oxuşularının fikirləri qarşı bulurğa mümkün. Həm biz bunu tezkəri görünüşdə dipdə altı almıyız. Kirisinçə oxuşularda finalını bilim motivasiyası kişiyə görə. Tənqidi fikirlər texnologiyasının əlegi alımı, düşüncələrini faktlarını toplaraq həm alar arasında beylənişli qırığa yəlir. İqtibarlı düşüncələr.